Keçək digər bir önəmli məsələ var. Düşünürəm ki, hər kəs üçün maraqlı olacaq bir məqamdır. Çünki Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq. Bu barədə Əmək Məcəlləsinə dəyişiklik də ediləcək. 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Yəni kifayət qədər önəmli rəqəmli deyə bilərik. Bu dəyişikliklər hansılardır? Yəni burada həm işçi, həm də ki işə götürənlər baxımından da hansı dəyişikliklərə gətirib çıxaracaq? Bütün məsələləri təhlil edək istəyirəm. Yəni hər iki tərəfli. Həm işçilər üçün, həm də işə götürənlər üçün. Orada müəyyən bir detallar var. Çünki dəyişikliklər içərisində məsafədən işin tənzimlənməsi var, saatlıq əmək haqqı sisteminin tətbiqi var. Bərabər dəyərli əgər əmək görülürsə, həmin bu bərabər əmək haqqının ödənilməsi də var. Ya da ki, ailə üzvləri olan işçilərə ya da qadınlara ayrı seçkiliyin aradan qaldırılması və s. kimi belə müddəalar var. İlkin olaraq istəyirəm önəmli detallardan biri ilə başlayaq. Saatlıq əmək haqqı sistemi ilə bağlı məqama toxunaq. Çünki 1 iyun tarixinə qədər bu məsələ ilə bağlı təkliflər də irəli sürülmüşdü. Ancaq fərqli fikirlər də var. Görək nə vaxtdan etibarən qüvvəyə minəcək və əmək haqqında hansısa bir dəyişiklik olacaqmı? Bunu müzakirə edək studiya qonağımızdan iqtisadçı Elmir Səfərli həmsöhbətimizdə. Xoş gəlmisiniz Elmir bəy. Təşəkkür edirəm, minnətdaram. Başlayaq elə az öncə qeyd etdiyim kimi saatlıq əmək haqqına keçidlə bağlı bizim maaşımıza, əmək haqqlarımıza təsir göstərəcəkmi bu sistem? Ümumiyyətlə bilirsiniz, əmək haqqının növləri və strukturu mövcuddur və bu əmək məcəlləsi ilə tənzimlənir. Ümumiyyətlə işə götürənlə işçi arasındakı münasibətlərin hər bir detalı əmək məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tənzimlənməlidir. Həm daxili etik kodeksindən tutmuş, işə gəlmə qaydalarından tutmuş, daxili intizam qaydalarına qədər və əmək haqqının ödənilməsinə qədər. Və əmək haqqı hansı şərtlərdə işçiyə ödənilir? Birmənalı şəkildə məcəlləyə uyğun olaraq vəzifə, tutduğu vəzifəyə uyğun olaraq və vəzifənin tələb etdiyi iş fəaliyyətinin qarşılığında verilən əmək haqqı sisteminə görə. Burada təbii ki, əmək haqqı bugünə kimi muzlu əməyə görə ödənilən ödəniş növləri mövcuddur. Əmək müqaviləsindən nəzərdə tutulan müəyyən ödəniş növləri mövcuddur. Amma müəyyən müəssisələrin əziyyət çəkdiyi məqamlar var idi ki, hansı ki, bu saat hesabı əmək haqqı sistemi ilə o problemlər ortadan qaldırılacaq. Misal üçün, deyək ki, müəssisə hansısa bir, deyək ki, təsərrüfatında baş verən xırda bir problemini usta çağırmaq istəyir. Deyək ki, o usta saatlıq gəlib 3 saat, 4 saat işləyib gedəcək. Bildiyiniz kimi Azərbaycanda o cür fəaliyyət göstərən şəxslərin çoxunun vöyeni yoxdur. Yəni onunla xidməti müqavilə bağlamaq çətinlik daşınılır. Burada əmək müqaviləsi 3 saatlığa görə əmək müqaviləsi bağlamaq da çətinlik, şirkətlər çətinlik çəkir, müəssisələr çətinlik çəkir. Burada artıq hansı bu sistem bizə kömək eləyəcək ki, biz onun, yəni onunla saatlıq əmək haqqı müqaviləsi bağlayıb, onun gördüyü saata uyğun olaraq saatlıq, belə deyək, ödəmə həyata keçirə bilərik. Və yaxud deyək ki, bu saatlıq əmək haqqı sistemi tətbiq olunacaq daha çox konsalting, müəyyən məsləhət xidməti verən şəxslərə və yaxud hansısa saatlıq IT xidməti verən şəxslərə və yaxud saatlıq hansısa dayəli xidməti verən şəxslərə və s. Bunların tərkibində nəzərdə tutulan ümumiyyətlə bu sistem ondan ibarətdir ki, birmənalı şəkildə əgər şəxs olaraq hansısa müəssisəyə və yaxud hansısa şəxsə, fiziki şəxsə, hüquqi şəxsə saatlıq xidmət verilirsə, onun əməyinin qarşılığının saat hesabına ödənilməsi həyata keçirilsin. Onda yəni belə çıxır ki, hər sahəyə aid olmayacaq mı? Təbii ki, burada nəzərdə tutulan sahələr olacaq, prioritet sahələr olacaq və o sahələrdən yola çıxaraq təbii ki, digər şəxslərə də tətbiq ediləcək. Və burada önəmli olan bir də hansı əlavə saatlar var? Əmək müqaviləsində nəzərdə tutulan iş saatından əlavə əgər işçi hansısa saatlar çalışarsa, o saatlar üçün saat hesabı ödənilir. Bildiyiniz kimi, əmək müqaviləsində nəzərdə tutulan vahid ştatına uyğun olaraq nəzərdə tutulan vəzifə maaşından əlavə bəzən olur ki, işçilər artıq çalışırlar. Və bu artıq çalışmalar artıq müvafiq olaraq saat hesabı qaydada da şəxslərə imkan yaradacaq ki, müqavilə bağlayıb həmin müqavilələrlə çalışa bilsin, əlavə saat hesabı ödənilə bilsin. Bəs o necə tənzimlənəcək? Misal üçün, bu beynəlxalq praktikada var. Misal üçün, ən çox bu tətbiq olunan sahələrdən biri, misal üçün, universitetlərdir. Universitetlərdə necə? Vahid ştat müqaviləsi bağlanılır, onun bir dərs yükü olur. Ondan əlavə girdiyi hansısa dərsə görə saat hesabı müvafiq olaraq müəyyənləşdirilən vahid saat maaş hesabı vardır. Onun çalışdığı saat qədər əlavə saat əmək haqqından əlavə olaraq ayın sonunda əlavə olaraq şəxsə, vətəndaşa ödəniləcəkdir. Təbii ki, saat hesabı ödənilən əmək haqqının xüsusən də hansı ki, bir yerdə çalışan deyil, sərbəst iş qrafiki ilə çalışan və bir neçə yerə saatlıq iş rejimi ilə fəaliyyət göstərən və xidmət verən şəxslərin ödənilən saat hesabı əmək haqqlarının əmək müqaviləsindən biraz daha fərqli cəhətləri vardır. Bunun həm mənfi, həm müsbət cəhətləri vardır. Mənfi cəhətləri ondan ibarətdir ki, burada təbii ki, pensiyaların hesablanmasında, məzuniyyətlərə çıxma,
çalışmada və s. digər nəzərdə tutulan müqavilə ilə çalışan işçilərə verilən imtiyazlardan biraz onlar uzaq qalacaqlar. Amma təbii ki, müsbət cəhəti odur ki, daha sərbəst iş qrafiki ilə çalışacaqlar, hansısa bir öhdəliyi təbii ki, o saat çərçivəsində göstərdiyi, bağladığı müqaviləyə əsasən formalaşacaq, şirkətin daxili qoyduğu müəyyən qaydalara əməl etməmək kimi bir müsbət tərəfləri olacaq. Amma əmək müqaviləsi ilə təbii ki, burada şirkətin daxili qaydaları olur, etik kodeksi olur, nizam-intizam qaydaları olur, işə gəlmə-getmə saatları olur. Sizcə bu dəyişiklik olacaqmı? Yəni vətəndaş onu seçəcəkmi? Yəni pensiyaya qarşılıq əslində belə deyək də, təbii ki, bir çox insanlar sabit əmək haqqı ilə, sabit aylıq və uzun müddətli müqavilə ilə çalışmağa daha çox üstünlük verirlər. Amma təbii ki, bəzi sahələr var ki, onunla aylıq müqavilə bağlamaq çətin məsələdir. Az öncə dediyim kimi, məsəl üçün ustalar, hansısa bir təmir aparan ustalar, onlar daha az qazanırlar, nəinki onlara xeyr etmirlər. Bəli, yəni o aylıq əmək haqqı, onlar aylıq müqavilə ilə vahid bir yerdə çalışa bilmirlər. Tutaq ki, bugün hansısa bir qurumda hansısa bir xidməti verirlər. Sabah 2 gün sonra o iş bitdikdə digər başqa bir onda nəzərə alsaq ki, onlarda da mövsümidir həm də. Təbii ki, mövsümü də dəyişir. Mövsümü iş görən şəxslərdə də bu eyni şəkildə. Saat hesabı onlarla müqavilə bağlamaq daha rahatdır. Bu həm işə götürən üçün, həm işçi üçün. İşə götürən də təbii ki, bu günləri çox təəssüf ki, bu kimi hallar daha çoxdur. Misal üçün, müəssisələrdə aparılan xırda 3 saatlıq, misal üçün, təmir işlərində misal usta üzərindən aparım ki, daha rahat, aydın şəkildə başa düşək. Burada misal üçün necədir? Ya qeyri-rəsmi cibindən verməlidir həmin təmirin pulunu və yaxud xərcə salmaq üçün rəsmi şəkildə vermək üçün müqavilə bağlanmalıdır. Həmin müqavilədə də çox təəssüf ki, bir çox ustaların və yaxud daşıma həyata keçirən müəyyən şəxslərin, deyək ki, logistik xidmət həyata keçirən şəxslərin, onların xüsusi vergi nömrələri, vönləri olmadığı üçün onlarla xidmət müqavilə bağlamaqda da çətinlik yaşayırıq. Bu, onlar həm də əlavə xərci salmırmı? Vergi baxımından, DSMF baxımından? Əslində, burada həm də təbii ki, vergi və DSMF baxımından əgər işə götürən saatlıq iş əmək müqaviləsi bağlayacaqsa, artıq hər iki tərəfin müəyyənləşdirilmiş öhdəlikləri həm DSMF, həm vergi həyata keçirməlidir. Bu, çünki dövlətin qoyduğu qanunvericilikdir və mütləqdir. Bundan qaçmaq olmaz. Qanunvericilikdən danışırıq, amma sizcə bir boşluq varmı belə bir məqamın tənzimlənməsində? Təbii ki, zaten məqsəd də buradadır ki, 200-dən çox dəyişikliyin edilmə məqsədi də buradadır ki, arada olan müəyyən boşluqlar qalacaq. Misal üçün, işə gecikməklə bağlı müəyyən boşluqlar var. Bəzi şirkətlər bunu tutur, bilirsiniz. Əmək məcəlləsində konkret olaraq cərimə tutula bilməz və tutula bilər deyə bir müddəa yoxdur. 186-cı maddənin bəndinə əsas alırlar şirkətlər. Daha çox ondan yola çıxaraq deyirlər ki, nizam-intizam qaydalarının pozulması və iş fəaliyyətinə təsir edici məqamlar olduğu üçün biz hansısa cəriməni tuta bilirik. Bu da işçinin maaşının 1/4-dən çox olmamaq şərti ilə tutulmalıdır. Amma hüquqşünaslar deyir ki, bu maddəni işə gecikməyə görə tutulan cərimələrə aid eləmək mümkün olmaz. Burada xüsusi boşluqlar var. Mən düşünürəm ki, əmək məcəlləsində də müəyyən dəyişikliklər edilməklə artıq həm işə götürənlər üçün, həm işçilər üçün konkret müddəalar ortaya qoymaqla hər iki tərəfin ortada olan münasibətini tənzimləmək mümkündür. Mümkün olacaq deyirsiniz. Və ümumiyyətlə, orada hansısa bir qayda varmı deyə işə gecikməklə bağlı? Konkret olaraq bir qanunvericilikdə konkret olaraq bir qayda yoxdur. Konkret olaraq bir qayda yoxdur. Yəni, misal üçün, ilk 10 dəqiqə, 15 dəqiqə güzəştə gedilsin işçiyə gecikməklə bağlı. Bu daxili qaydalara uyğun müəyyənləşdirilir. Müəssisənin daxili olur, rəhbərin özündən asılıdır və bu daxili qaydalara uyğun olaraq müəyyənləşdirilir. Daxili qaydalarda əgər nizam-intizam qaydalarında, işə gəlmə və keçmə qaydalarında əgər müqavilədə yer alıbsa və yaxud onlar əmrləşdirilib, işçiyə bir nüsxəsi verilib, işçi tərəfindən imzalanıbsa, təbii ki, burada şirkət rəhbəri öz daxili qaydalarına əsas tutaraq müəyyən cərimələri həyata keçirə bilir. Bu arada siz az öncə, düzdür, biz ustalar üzərindən daha çox danışdıq, çünki saat başına işlər daha çox onlar həyata keçirirlər deyə. Dediniz ki, burada vergi bölüm məsələsi var, DSMF məsələsi var. Nəzərə alsaq ki, günümüzdə biraz reallıq da var. Onlar o qədər də ona meyilli deyirlər deyə düşünürəm və ya onları bu sahədə daha da stimullaşdırmaq üçün sizcə nə edilməlidir? Çox uyğun variantdır. Əslində bu onlara bir motivasiya verəcək. Sabahları onlar fikirləşəcək ki, müəyyən bir yaşa dolandan sonra artıq pensiya fondunun artması, onların alacağı pensiya məbləğinin artması üçün bu onlar üçün faydalıdır. Tutaq ki, bu günləri saat hesabı fəaliyyət göstərən şəxslərdə deyək ki, hansısa bir saatlıq iş görürsə və onun qarşılığında hansısa bir belə deyək, DSMF ödənilmirsə, fikirləşməlidir ki, müəyyən ildən sonra o ancaq ən yaxşı halda minimum pensiya həddinə almış olacaq.
olacaq. Yəni minimum pensiyanı almış olacaq. Amma bugün işlədiyi hər bir işə görə müqavilə bağlayıb, rəsmi müqavilə bağlayıb, rəsmi bilgiləndirib, dövlət qurumlarına bu haqda xüsusi DSMF-dir, vergidir, müəyyən ödənişlərini verdikdən sonra fəaliyyət göstərsə, təbii ki, onların qarşılığında da müəyyən pensiya fondu yığılacaq, pensiya kapitalı yığılacaq və onun qarşılığında sabahları pensiyaya çıxdığında da rahat daha çox pensiya almış olacaq. Burada bir standart da formalaşacaqmı? Yəni saat başına düşünürəm ki, formalaşdıracaqlar. Düşünürəm çünki bundan müddəalar da konkret olaraq müəyyənləşdirilməlidir. Bu hələ sadəcə bir təklif olaraq verilir bu və bunların dəyişikliyi təbii ki, müzakirə olunduqdan sonra və Milli Məclisdə də bu müzakirə olunduqdan sonra bunun haqqında təsdiqlənməsi daha aktual hesab edilir. Bəs saat başına işləyən şəxslər üçün minimum əmək haqqı nə qədər ola bilər? Yəni təmin olunmalıdır daha doğrusu. Ölkə ərazisində nəzərdə tutulan minimum əmək haqqının konkret standartı var. Yəni konkret belirlənən bir məbləği var. Yəni bu məbləğ üzərindən saat başına düşünən minimum saat, tutaq ki, aylıq çalışma saatı 160 saatdırsa, rəsmi 8 saatlıq iş rejimi ilə saat başına düşən müəyyənləşdirilir. Minimum ondan aşağısına heç kim hesablaya bilməz saat başına. Minimum ondan hesablanacaq, amma artığını tərəflər arasındakı razılaşma əsasında formalaşdırıla bilər. Tutaq ki, elə peşə sahibləri var ki, onların gördüyü saat başı əmək haqqı 1 saatı 200 manatdan başlayır. Bu o demək deyil ki, onlara da minimum ödənişi vermək lazım. O tərəflər arasındakı işə götürənlə işçi arasındakı münasibətlərin tənzimlənməsindən və müqavilə şərtlərindən asılı olaraq dəyişəcək. Bu məcburi-mi? Mən düşünürəm ki, zamanla bu məcburi hala gətirilməsi lazımdır. Çünki yenə deyirəm, bu həm işə götürən tərəfindən çox müsbət bir həddə gətirib çıxaracaq. Yenə deyirəm, bu cür müəyyən ödənişlər var ki, saat hesabı şirkətlər, müəssisələr bunları ödəməkdə çətinlik çəkilir. Çünki onlar onu rəsmi ödəyə bilmədiyi üçün artıq bu halları onlar qeyri-rəsmi ödəməyə məcbur olurlar və bunlar onların artıq xərclərində göstərə bilmirlər. Amma bu hallarda artıq onlar rəsmi şəkildə həm vergisini verəcək, həm rəsmi xərcə salacaq, həm ödəyəcək. Təbii ki, rəsmi müqavilədən doğan sabah baş verə biləcək problemləri də baş verəcək. Həm öhdəlik götürəcək, həm işçi, həm işə götürən bunu sabah baş verərsə, hansısa bir problem müqavilədən nəzərdə tutulmuyor. Məhkəmədə bunu belə deyək, ortaya qoyub mübahisələndirə bilər. Deyək, bəs yaxşı, işçi birdən razı olmadı, müəyyən müddətdən sonra saat başı məncə bunun da hər halda bu qanunda dəyişikliyi olacaqsa, bunun kontrol mexanizması da nəzərdə tutulacaq. Yəni təbii ki, bu kimi halların ortada olmaması üçün müəyyən kontrol mexanizması düşünürəm ki, müvafiq qurumlar tərəfindən düşünülür. Biz burada düzdür danışdıq. Bir-iki detallı mən qeyd elədim. Saat başı əmək haqqının ödənilməsi ilə bağlı, yəni saatlıq əmək haqqının ödənilməsi ilə digər yanaşı bərabər əməyə görə də bərabər əmək haqqının ödənilməsi məsələsi də var. Yəni ola bilər ki, bəlkə də biz bunu biraz səhv başa da düşə bilərik. Əgər səhvimiz olsa düzəldərsə, yəni eyni əməyin əmək haqqısının paralel bərabər şəkildə ödənilməsi. Yəni kim eyni vəzifəni, eyni işi görürsə, əmək haqqları da standart mı olacaq? Bəli, standart olması haqda orada məcburiyyət yoxdur, yenə deyirəm. Müvafiq vəzifə var. Misal üçün, deyək ki, bu daha çox, misal dövlət müəssisələrində daha çox standartlaşdırılıb. Misal üçün, mütəxəssisin mütəxəssis vəzifəsində çalışan şəxsin əmək haqqısı standartdır. Və yaxud baş mütəxəssis, və yaxud aparıcı mütəxəssis, və yaxud şöbə müdürü, sektor müdürü bu şəkildə eyni. Amma özəl təşkilatlarda, özəl müəssisələrdə bu biraz daha qarışıqdır. Çünki anlaşmaya görə, təcrübəyə görə, müvafiq öhdəliyə görə... Elmir bəy, burada təcrübə nəzərə alınmayacaq mı? Təbii ki, alınacaq. Burada artıq bu təcrübələr nəzərə alındıqda artıq həmin şəxsi deyək ki, mütəxəssis vəzifəsini yox, təcrübəsinə uyğun olaraq daha bir yüksək vəzifə, aparıcı mütəxəssis vəzifəsinə gətirməklə əmək haqqı sistemini tənzimləmək mümkün olacaq. Tutaq ki, bu günləri ən çox aktual olan məsələlərdən biri nədir? Tutaq ki, 15 illik bir iş təcrübəsi var hansısa bir şəxsin, o da mütəxəssis vəzifəsində çalışır. 3 illik bir təcrübəsi olan bir şəxs də mütəxəssis vəzifəsində çalışır və yeni qaydaya uyğun olaraq bunlar eyni maaş almalılar. Amma faktiki olaraq təbii ki, əgər vəzifəyə burada şərt deyil 15 illik təcrübə. Təbii ki, 15 illik təcrübənin sonunda şəxsin əldə etdiyi bilik və bacarıqlar əgər mütəxəssis vəzifəsinə uyğundursa, təbii ki, o maaşı almağa haqq edir. Yəni o digər şəxslə, digər işçinin eyni maaşı almalıdır. Onu kim dəyərləndirəcək? Təbii ki, onu da müəssisənin insan resursları üzrə mütəxəssisləri olur, onlar dəyərləndirilir. İşə götürmə qaydaları var. Hər bir müəssisənin özünün xüsusi daxili işə götürmək üçün imtahanı keçirtmə prosedurları var. Təbii ki, bunları keçdikdən sonra daxili olaraq şirkətlər, müəssisələr qərar verə bilər. Bu arada istəyirəm, biraz vaxtımız var, ona da toxunaq. Məsafədən işin idarə olunması məqamında vurğulanır həmin dəyişikliklər içərisində. O necə olacaq? Əslində, bu daha çox pandemiyadan sonra gündəmə gəldi. Biraz daha çox məsafədən çalışmaq. Çünki elə sahələr var ki, onların mütləq işdə olmasına şərt yoxdur. Ehtiyac yoxdur. Və ehtiyac olmadığı təqdirdə həmin şəxs daha fərqli
şərtlərlə yenə də uzaqdan çalışaraq həmin işlərini görə bilər. Misal üçün, həmin belə deyək, vəzifə öhdəliklərini həyata keçirə bilər. Burada təbii ki, indiki halda belə bir qanunvericilikdə müddəa yoxdur. İş yerində olmalıdır, qaydalara uyğun olaraq iş yerində olması gərəkir. Amma yeni qaydalara əsasən uzaqdan məsafədən işin həyata keçirilməsi olarsa, təbii ki, bu da yenə də həm əmək müqaviləsində, həm saatlıq hesablı çalışaraq uzaqdan çalışma kimi sistemləri bərabər bir şəkildə bir-birinə vəhdət təşkil edir. Bəli, bir neçəsi bir adamın üzərində tətbiq oluna bilər. Və bu həm xərcləri azaldacaq müəssisələrdə. Deyək ki, bir neçə işi artıq uzaqdan idarə etməklə daxildə tutaq ki, işçi sayısı artdıqca şirkətin maliyyəti artır, xərcləri artır. Çünki o işçi üçün nəzərdə tutulan bir iş masası olmalıdır, bir iş ərazisi olmalıdır, deyək ki, onların qidalanması mövcud olmalıdır və s. Bütün bunların hamısı iş müəssisələr üçün bir xərcdir. Amma uzaqdan deyək ki, evdən oturub işləyən bir işçi bu müqavilə olarsa, rahat bir şəkildə o ərazi olmayacaq, əlavə icarə haqqı verməyəcək, deyək ki, əlavə ofis götürməyəcək, işçi sayısını kənardan tənzimləyəcək və şirkətlərin və müəssisələrin işləri rahatlıqla həyata keçiriləcək. Ümid edirəm hər şey yaxşıya doğru gedər. Minnətdaram sizə Elmir bəy təhlilləriniz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, həmsöhbətimiz iqtisadçı Elmir Səfərli idi. Önəmli bir dəyişikliklər olacaq. Əmək məcəlləsinə dəyişikliklər ediləcək. Bir 200-ə yaxın dəyişikliyin olunması nəzərdə tutulur. Bunların içərisində təbii ki, saatlıq əmək haqqına keçid də vurğulanır. Digər bir tərəfdən bərabər haqqa, yəni bərabər əməyə görə də eyni şəkildə, eyni məbləğdə əmək haqqının ödənilməsi, uzaq məsafədən işin təmin olunması və s. kimi detallar da olunur. Yəni o əmək məcəlləsində xüsusi olaraq dəyişikliklər içərisində olacaq deyildi. Biz də bunu müzakirə etməyə çalışdıq. Davam edək bir